Salam dəyərli izləyicilər. Bu gün sizinlə MİQ səviyyəli test tapşırığına baxırıq. Qeyd edir ki, xəritə sxemində göstərilən inzibati rayon üçün xarakteristik. İlk öncə bu inzibati rayon fikir bildirək görək hansı inzibati rayondur. Əlbəttə ki, bu Laçın inzibati rayonudur. İndi variantlara baxaq. Qarabağ İqtisadi rayonunda yerləşir. Xeyr, Laçın Şərqi Zəngəzur İqtisadi rayonunda yerləşir. Ona görə 1 olan variantı çıxırıq. 2. Ərazisində Qaragöl yerləşir. Bəli, vulkanik göl olan Qaragöl Laçında yerləşir. 2-ni seçirik. 3. İnzibati rayonun ən uca zirvəsi Dəlidağ sönmüş vulkanıdır. Xeyr, Dəlidağ Kəlbəcərdədir. Lakin bu qabağından yanlış yazıb deyə, yəni yanlışın qabağından yanlış yazıb deyə biz bunu düzgün bir cavab kimi götürə bilərik. Arıçılığın inkişafı üçün əlverişli şərait mövcuddur. Bəli, doğrudur. Yəni ümumiyyətlə dağlıq ərazilərimizdə arıçılığın inkişafı üçün əlverişli şərait mövcuddur. Burada plus qoyuruq. Ölkəmizdə sahəsinə görə ən böyük inzibati rayon ilə həmsərhəd deyil. Və burada həmsərhəd deyil. Bu düzgündür. Çünki hal-hazırda sahəsi ən böyük olan iqtisadi rayonumuz Qubadır. Və onunla da həmsərhəd deyil. Bura doğru yazılmalı idi, amma yanlış yazılıbdır. Yəni burada doğrunun qabağında doğru yazılmalıdır, yanlışın qabağına yanlış yazılmalıdır. Burada doğrudur, yəni ki, ölkəmizdə sahəsinə görə ən böyük inzibati rayon həmsərhəd deyil. Bu doğrudur, bəli. Quba ilə sərhəd deyil, Kəlbəcərlə sərhədi var. Əvvəl Kəlbəcər ən böyük sayılırdı, sonradan isə onun ərazisindən Ağdərəyə torpaq verildi. Bilirsiniz, Ağdərəyə status verildi. Ağdərə artıq rayondur və ona görə Kəlbəcərin sahəsi kiçildi. Quba isə dedik ki, ən böyük inzibati rayonumuzdur və onunla da həmsərhəd deyil. Bura doğru yazılmalıydı, amma yanlış yazılıb. Ona görə 5-i götürmürük. Ərazisinin çox hissəsi Həkəri fiziki coğrafi rayonunda yerləşir. Çox hissəsi Həkəridə deyil, çox hissəsi vulkanik yaylıdadır. Baxın, bu hissə vulkanik yaylıda yerləşir. Bu da yanlışdır. Altını da sildik. Qaldı bizə nə? 2, 3, 4 D variantı.